çatdı, çatdı. Ne zahmet çekeriz. Özüm vererdim. Çok sağ ol. Eşayip değil. Yavaş da. Salam veriş profesör. Her vaxtınız Salam. xeyir. Cəsət almadınız ha. Yox. Mənəm də səhər avtobusda şotunuzu verdim ha. Şoför sizdən pul istəmədi ki. Elə hayasızdılar ha. Yok. Yok. İstemem. Deyirəm də, şoförlərin arasında vicdanlıları var. Profesör! Hoş gördük. Haralardasınız, görüşmürsünüz. Səhərdən dostlarımı inandıra bilmirəm ki, avtobus sürücülərinin arasında da vicdanlıları var. İnanmırlar. Deyirəm, bax, o gün avtobusda profesorun da şotunu verdim, düşdüm. Şoför də sağ olsun, ondan pul istəməyin. İnanmırlar. Soruşun da. Düzdür. Olub. Hikmet Bərli, siz yer saxlamışam, ey? Hara gelirsiniz? Siz için yer saxlamışam. Hikmet Bərli, Hikmet Bərli. 13 nömrəli məktəbin pioneri Vüqar Mirzəyev. Dayday, ora 5 qəpik atmaq lazımdır. Bax, bu da 5 qəpik. Mən dünəndən səni gözləyirəm. Gələcəksən? Hələ ki bilmirəm. Yaxşı deyil axı. Necə mi yaxşı deyil? Mən səni istəyirəm. Gözləyirəm. Çox istəyirsən, hə? Əlbəttə. Peşman olmazsan. Niyə sursun? Fikirləşirəm. Nə fikirlərsən Aydəli? Oğlan xahiş edir. Git də. Siz kimsiz axı? Niyə başqasının söhbətinə qulaq asırsınız? Bağışlayın. Siz soxulmusunuz bizim söhbətə. Düz demirəm ay xavər. Elədir, elədir. Nə etmək olar? İndiki gənclər hamısı belədir də. Bura bax. Bizi təkkil eləmə. Qanacaksın. Ay oğlan. Bizim günahımız nədir? Bakı telefonları belə istəyir də. Siz haklısınız. Bakın telefonları heç nə yaramır. Elə zayışdirlər, elə zayışdirlər ki. Mən onların müdürlərinin başına elə bir oyun açardım. Elə bir oyun açardım ki, mənim kimi su deyə məliyə gəzərdilər. Telefon təsərrüfatını müdürüm eləmay qız. Ne demək istəyirdin mənə? Başda göre utanma. Arsız xanım, başda. Qabiliyyətli danışın. Mənə bax, qalacaksın özün sənə ha. Telefon xulqanı. Sən ölürsən, səni milisə vermək lazım. Bura baxın, özünüzü yığışdırın ha. Milis hər şey eşidir. İndi gələrəm, böytançılığa görə hər ikinizi həbs eləyərəm. Hara lazım da ona göndərərəm. Hara? Sibirə. Да-да, это Сибирь, Иркутск. А кто говорит? Müslüm. Oh, Muslim, Magamaia, como estás? Eu estou muito contente em falar contigo. Послушай, друг, за такие шутки... Это не шутка, Muslim. Eu, Lino Kiala, Pravda, aqui em Portugal, Lisboa. Axı, kim deyir ki, başı telefonları pis işləyir? Heç dünyada belə telefon var. Məsələ belədir uşaqlar. Hüquq fakültəsinə müsabiqədən keçməyənlər tarix, filoloji, bibliografiya fakültələrinin axşam və qiyabi şöbələrində boş qalan yerləri tutmaq üçün əlavə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün də gərək siz qəbul komissiyası sədrinin adına ərizə yazasınız. Aydındır. Bunu da ötürün uşaqlara. Cavan oğlan, bəs siz niyə yazmırsınız? Bəlkə qələminiz yoxdur? Ancaq yurfaka.
Sizin familiyanız... Həsrət Alıcıyev. Ha. Siz neçə ildir bu fakülteye imtahan verirsiniz? 5 ildir. Lazım gəlsə, bundan sonra lap 5 ildə gəlib gedəcəyəm. Başa düşürəm. Yaxşı arzudur. Şərəfli peşədir. Qanun keşikçisi, dövlət ittihamçısı, onda cinayət axtarışı, zabit geyimi, pago, tapança, negatif hallarla mübarizə, təhlükə ilə üz-üzə, risk. Yaxşı, onda bu sənətin nə idi siz özünə cəlb eləyən? Ailə vəziyyətimiz... Nə? Ailə vəziyyətimiz ağırdır müəllim.